Asılılıklar getdikcə günümüzdə çoxalır və bunun başlıca bir səbəblərindən birisi də elə sosial mediadır. Sən girirsən sosial mediada, artıq komfort alanı salırsan orada özünə. Nə bilim, ya depressiv həyat yaşayırsan, ya motivasiya verici bir həyat yaşayırsan. Yəni heç vecimə deyil. Hansısa bir həyatı yaşayırsan, amma ona düşkün olursan və bu artıq sənin komfort alanın, eyni şəkildə də asılılığın, yəni halına gəlir bir nəvi. Deməli, bu asılılıqlardan niyə qurtulmalıyıq? Bunun səbəblərindən birisi də budur ki, sən əgər asılılığından qurtulmasan, digər insanlardan geridə qalacaqsan. Bunun yəni ilk səbəbi budur. İkinci səbəbi asılılığından qurtulmasan, sən geridə qalacaqsan dostum. Sən gəlişə bilməyəcəksən. Sən insanlardan çox geridə qalacaqsan. Sənin düşüncən low IQ olacaq. Yəni sən belə deyim də, asılılığın varsa, əgər həqiqətən də onu buraxmaq istəyirsənsə və ona həqiqətən də inanarsansa, mən sənə bunu deyim, sən yəni 3 gün belə inansan belə sən onu qazanacaqsan. O 3 gündə qazanacaqsan. Fərqli hiss edəcəksən. Yəni dostum, asılılığın varsa, inan ki, mən bunu buraxacağam və həmin belə nətər deyim, sənə zövq verə biləcək başqa işlərlə məşğul ol. Bunu zaten onsuz da hamı deyir. Tamam, bunu anladıq, okey. Sürət başlayanda amma çətin gəlir bizə. Bunu heç kim demir bizə. Sürət bizə çox çətin gəlir. Yəni elə bir asılılıq belə bizi özünə çəkmək istəyir ki, yəni biz rəsmən onun qabağında yəni belə çox aciz oluruq. Amma dostum, mən belə elədim. Mən TikToku çox baxırdım. Hardasa ortalama 2 saat belə yəni baxırdım hər gün ya da 2-3 saat. Yəni belə çox baxırdım. Bunu nətər buraxdım? Mən 1 ildə hal-hazırda buraxmışam və bunu nətər buraxdım? Dostum, mən getdim TikTok hesabımdakı özümə atdığım videoları sildim. Daha sonrasında isə TikToku təmiz sildim və 1 ildə işlətmirəm. Instagram hesabım var idi, onu da sildim. Təzə Instagram hesabım var, onu da filtrələmə açmışam, yəni gic videolar yoxdur. Təbii şəxsi videolar var, arada ona da asılılığım düşür, amma çalışıram onun da sürəsini azaldım. Sən də dostum, elə eləyəcəksən. Yəni qurtulmaq istəyirsənsə, əgər həqiqətən də qurtulmaq istəyirsənsə, öz düşüncələrini idarə edəcəksən. Yəni düşüncələrini idarə edən insanlar, düşüncələrini idarə edə bilməyən insanlar tərəfindən idarə edilir. Bunu bil və ona görə hərəkət elə. Mən misal üçün bəzən olur ki, mənim də səhvim olur. Yəni mən belə qüsursuz mələk deyiləm. Yəni o qədər səhvim olubdu ya da indi də olmağa davam edir. Amma buna baxmayaraq mən bunun fərqindəyəm. Amma sən bunun fərqində deyilsən və sən hər gündən o komfort alanında yaşayırsan. Mənə bax, heç mənim vecimə deyil. Bəlkə də bu videoda mənə belə lağ eləyəcəklər. Bəlkə də nə bilim 2 qəpiklik motivasiya videosu deyəcəklər. Abunə mazdı, gör kimə nə motivasiya videosu. Yəni belə motivasiya verir. Vecimə deyil. Bax evin üçün açıq qalmışam. Mən o qədər psikopatam, görsən? Yəni özümü belə deyim, videoya görə hazır edirəm. Bir şeylərə istəyirəm ki, videoda siz yəni belə həzz alasınız videodan. Mənim vecimə deyil digər insanlar. Bəhanə eləmirəm, bəhanəçil deyiləm. Yəni misal üçün mənim onurğama bir dənə baxın. Yəni mən bu onurğa ilə yaşayıram. Hələ də yaşamaya davam edirəm. Üzərimdə hələ də korset var. Mən bəhanə edib bu gündən bu videonu çəkməyə bilərdim. Bəhanə edib hər gün idman eləməyə bilərdim. Bəhanə edib gedib qaçmaya bilərdim. Sən nəyin bəhanəsini eləyirsən? Anan ölüb, atan ölüb, nəyin bəhanəsidir bu? Yığışdır. Həyatı özünüzə layiq görüb sonra da deyirsiniz ki, ayda, niyə belə bir şey yaşayam, elə bütün pis şeylər mənim başıma gəlir. Nə? Dostlar, pis günlər olacaq. Təbii ki də olacaq. Yəni bir günün pisli deyinə yəni bütün illərin pis olacaq deyə bir şey yoxdur. O bir gündür. Sadəcə sən o bir gündə o düşüncələrini yenə də idarə etməyə bacarsan, çox böyük dəyişiklikdir. Misal çox adam var ki, bir gündə çox böyük bir pis bir şey olur və direkt çökür. Çöktüyündən də yüklənir. Belə nə bilim sosial mediaya girir, videolara baxır, lap da yüklənir, ağlayır, özü bildiyin əməlli başlı itirir. Sabahsı gündə elə olur, ayda deyir, da yenə həmən həyata başladı. Yəni biz həyatdan soyuyur bir nəvi. Yəni hisslərinizi idarə edəcəksiniz dostlar. Hisslərinizi idarə etməyi bacarmasanız, asılılıq olsun, bəhanə olsun, yəni nə bilim daha çox bir şey olsun, vaxtınızı düzgün idarə etməyə bacarmasanız, siz bu həyatda udacaqsınız.
Bilirəm, video çox qısa oldu. Mən bu videoya zaten olsa motivasiya verməkdən ötəri girmişdim. İnşallah deyirəm ki, bu motivasiya daha sonrasında sizdə disiplinə dönər. Girirsiniz hər gündən belə deyim. Yəni oturursunuz telefonda, oyun oynayırsınuz, nə bilim belə nəyisə baxırsınız. Yəni kimə xeyriniz var ya da ki nə bir şey gətirəcək o baxdığınız şey ya da kimsə sizi qurtarmaya gəlməyəcək. Bunu anlayın. Bu həyatda hər kəs öz həyatını yəni davam elətdirir. Kimsə sizin gəlib həyatınıza belə şey verməyəcəklər. Ala 1 milyon verirəm GTA. Belə bir şey yoxdur. Heç kim də verməyəcək, gözləməyin. Yəni bu kino zat deyil, Eşrəf ya da bir yəni gətiribsə Eşrəf 1 milyon zat verir. Belə bir şey yoxdur dostum. Yəni nəyə gözləyirsən? Səncə düzgün vaxt deyilən bir şey var. Düzgün vaxt ya da bu dəqiqədir. Bu videodan sonra sənə başlayacaqsan. Nə arayacağımı bilmirəm, heç nə bilmirəm. Vecimə deyil. Özünə bir hədəf qoy, o hədəfə doğru da araşdır. Məsəl üçün mən yayda hardasa 2 il bundan qabaq pul qazanmağa doğru başladım. Yəni nə tər qazana bilərəm deyə araşdırdım. Birinci getdim, kodlaşdırma öyrəndim. Yəni kodlaşdırmanı düzü tam bilmirəm. Ancaq və lakin öyrənməyə çalışdım. Gördüm bu mənlik deyil. Yəni mənlik bax bu cür bəyan elədim. Gördünüz mən də bəyan elədim. Mən bunu atdım bir kənara. Niyə? Çünki bu uzun vadəli bir iş idi və bunun yəni nə qədər professional olduğunuza bağlıdır. Nə qədər qazanacağınız puldur. Mən başladım belə dropshippingdir, sonra girişimcilikdir. Bunlar haqqında araşdırmağa başladım və hazırda da bu yolda gedirəm. Düzü, mən kodlaşdırma həvəsim var. Kiber təhlükəsizlik üzrə oxuyuram. Amma bəhanə eləmirəm. Yəni mən belə deyim də, öyrənəcəm. Amma indi deyil. Çünki indi hal-hazırda başqa şeylərlə məşğulam. Amma siz heç bir işlə məşğul deyilsiniz və üstəlik də asılılıqlarınız var. Görün nə qədər yəni özünüzə nə dəyər verib eləyirsiniz. Siz yəni bu həyatı özünüzə belə yəni bu həyatı layiq görürsüz özünüzə. Yəni layiq görsə işlənirəm, çıxım gedin iş, izləməyim də. Amma layiq görmürsünüzsə dostlar, əziyyət verəcəksiniz özünüzə, oturacaqsınız, işləyəcəksiniz. Yəni qutardı, bunun başqa bir yolu yoxdur. Abunə az ola bilər, vecimə deyil. Bu videonu 3-4 nəfər üçün belə xeyir olsa belə mənim üçün yəni böyük bir şeydir. Bəlkə də bu videonu 40 nəfər izləyəcək, bəlkə də 1 nəfər izləyəcək, həmin 1 nəfər belə həyatda böyük yaxşı bir yerə gələcək. Nəysə, bu videonun da sonuna gəldik. Deyim ki, kanalıma abunə ola bilərsiniz. Yəni çünki mən də özümü gəlişdirməyə çalışıram əlimdən gəldiyi qədərilə. Gələn videolarda görüşərik. Və komfort alanınızdan çıxın. Bu qədər.